İnsanın real inkişafını göstərən onun inandığı ideologiyalar deyil. İdeologiyalardan kənar olan inanclara, ideyalara olan yanaşmasıdır. Onları qəbul edə bilirmi reallığın vacib bir hissəsi kimi? Yoxsa o radikal şəkildə düşünür ki, ancaq onun inandığı ideologiya, ideyalar hər şeydən üstündür. Tanzaniyada yaşayan qəbilələr albinosları qəbul edə bilmirlər. Onların aləmində, inanclarına görə albinoslar bu həyatda yaşamamalıdır. Onlar şər qüvvələrdir, şeytan tərəfindən göndərilən bəndələrdir və onlar bu həyatda yaşamamalıdır. Çünki onlar çox fərqli görünürlər və fərqli göründüyü üçün onlar qətiyyən bu həyata haqq etmirlər. Onların belə bir inanc sistemləri var. Albinoslar sırf həmin ölkədə özlərini çox rahatsız hiss edirlər, təhlükədə hiss edirlər. Onlar hər zaman gizlənirlər. Burada nədir məqam? Onların bir ideologiyası var və həmin ideologiyalara görə onlar inanırlar ki, onlar kimisə öldürə bilərlər. Bunu sorğulamadan. Çünki onlar uzun müddət, əsrlər boyunca bu inanc sistemi ilə yaşayıblar və dünyanı, reallığı bu inanc sistemində də qəbul edirlər. Afrikada yaşayan qəbilələr, onlar ali təhsil almırlar. Onların elmi dərəcələri yoxdur. Yaşadığı infrastruktur qat-qat aşağı səviyyədədir. Amma bizim nə özəlliklərimiz var? Biz ali təhsilli olsaq da belə, bizim dünyaya çıxışımız olsa da belə, bizim texnologiyalarımız var, internetimiz var. Gəlin LGBT mövzusuna baxaq. Biz necə yanaşırıq bir cəmiyyət olaraq? Biz həmin insanları görən kimi söyürük, onları döyməyə, öldürməyə hazırıq. Nəyə görə? Çünki bizə yer edib ki, onlar bu həyatı yaşamamalıdır. Və biz özümüzdə bu hüququ görürük ki, həmin insanları öldürək, həmin insanların həyatına son qoyaq. Və biz bunu heç vaxt sorğulamırıq ki, kimin sözünə görə biz həmin insanları bu qədər şəkildə nifrətlə yanaşırıq. Baxın, ideyalar, ideologiyalar fərqlidir. Burada ideologiya albinoslara qarşıdır. Burada ideologiya LGBT mövzusuna qarşıdır. Amma düşüncə tərzi eynidir. Onlar mənim düşündüyümdən, normalarımdan kənar yaşadıkları üçün, göründükləri üçün, həyat tərzləri fərqli olduğu üçün mən özümdə bir hüquq görürəm ki, onları öldürüm. Və bu baxımından təəssüf hissi də olsa da belə, amma reallığı olduğu kimi biz qəbul etməliyik ki, biz öz ideologiyalarımızdan kənar olan insanları düşmən qəbul etdiyimiz üçün, nə qədər biz fərqli cəhətlərdə inkişaf etsək də belə, amma bizim fərqimiz bu yöndə Afrikada yaşayan qəbilələrdən heç də böyük deyil. Və biz bunu ancaq fərqindəlik qazandan sonra, bunu qəbul edəndən sonra özümüzdə bu davranışları dəyişdirərək özümüzü inkişaf etdirə bilərik.